Xeyir olsun əziz şagirdlər. Bu gün bir qədər çətinlik yaradan yosunların və qıcıların, mamırların ontogenezi ilə bağlı toxunacağımız və öyrənəcəyimiz nüanslarla tanış etmək istəyirəm. Düzdür, hər birimiz öyrənmişik də, kitab vəsaitindən istifadə edib oxumuşuq da. Sadəcə olaraq qaranlıq qalan məqamlar hansılardır, daha rahat necə yadda saxlamaq olar, o üsullardan istifadə edəcəyik. Əvvəlcə qeyd edim ki, demək, həm xlamidamanadanın çoxalmasını, həm ulotriksin çoxalmasını, həmçinin qıcıların da, mamırların da hər birinin çoxalmasını bir videoda yerləşdirməyə çalışacağam ki, ardıcıl olaraq dinləməklə aralarındakı fərqi müqayisəli şəkildə təyin edə bilək. Bir hüceyrə yaşıl yosunlarımız hansılar oldu? Hansı ki, bir hüceyrədən ibarətdir, yəni bunlarda bütün funksiyaları bir hüceyrə daxilində həyata keçirilir. Xlorella və xlamidamanada misalı. Çox hüceyrələrimiz hansılar oldu? Bütün hüceyrələr ixtisaslaşaraq hərəsi bir funksiyanı yerinə yetirir. Buna aid oldu ulotrix, spirogira və uliva yosunları. Əvvəlcə gəlin biz xlorella yosununa deyim ki, xlorella yosunlarında ümumiyyətlə bunlar yalnız qeyri-cinsi yolla çoxalır ki, hansı ki ortadan ikiyə bölünməklə çoxalır. Xlamidamanadan çoxalmasına gəlin diqqət yetirək. Xlamidamanada iki üsulla çoxalır. Cinsi çoxalma, qeyri-cinsi çoxalma. Nə zaman qeyri-cinsi çoxalma olur? Onlar üçün əlverişli mühit yarandıqda, yəni suda bunlar rahatlıqla bölünə biləcəyi bir mühit yaranıbsa, bunlarda qeyri-cinsi çoxalma baş verir. İlk öncə gördüyümüz kimi burada xlamidamanadan yetkin fərdi, bu bizim yetkin fərdimizdir. Həmin bu yetkin fərd ilk öncə qamçılarını itirir. Qamçısını itirdikdən sonra daxili möhtəviyyatı stoplazması ikiyə doğru ayrılır. Deməli, əvvəlcə 2, daha sonra mitoz bölünmə keçirdərək 4-ünü əmələ gətirir. Bəzən də 8 ədəd hərəkətli kiçik hüceyrə zoosporlar əmələ gəlir. Demək, gördüyümüz kimi daxili möhtəviyyat bölündü, ikisini əmələ gətirdi. İkisindən daha sonra 1, 2, 3, 4, 4-ünü əmələ gətirdi və bunlar sonra içərisində qamçıları olan qametlər əmələ gətirdi və bundan adlanır zoosporlar. Demək, zoospor nəyə deyildi? Əgər onda zoosporlarda varsa, bunlar adlanır hərəkətli qametlər əmələ gətirmiş olurlar. Yəni, zoo heyvan, sporsa səpin toxum deməkdir. Xaricə çıxaraq həmin bu qamçılar vasitəsindən yenidən hərəkət etmək qabiliyyətinə malik olurlar. Deməli, qeyri-cinsi çoxalmasında daxili möhtəviyyatın 2-yə bölünməsi, 2, 4, bəzən də 8 ədəd kiçik hüceyrəli zoosporların əmələ gəlməsi bunlarda qeyri-cinsi çoxalmanı adlandırmaq olur və bunlar ilk növbədə qeyri-cinsi çoxalma necə baş verdi? Xlamidamanada sakit şəkildə qalır. Sonra qamçılarını itirir. Daxili möhtəviyyat bölünməmişdən öncə onun xarici hissəsi əriməyə başlayır. Daxili möhtəviyyat 2 dəfə bölünür, sonra 4-ünü, sonra 8-ini əmələ gətirir. Çıxarkən ki, hərəsinin 2 ədəd, yəni bir cüt qamçısı olur ki, və bunlar da zoosporlar adlanır və həmin yeni xaricə çıxmış da zoosporlardan yeni bir hüceyrə, yeni yosun əmələ gəlmiş olur. Bu oldu xlamidamanadanın qeyri-cinsi çoxalması. İndi isə cinsi çoxalmasından danışırıq. Cinsi çoxalma nə zaman baş verir? Əlverişsiz mühitdə. Yosunlar üçün fərqi yoxdur, mamırlar üçün, qıcılar üçün əlverişsiz mühit nədir? Suyun temperaturunun aşağı düşməsi, qidalı maddələrin azalması. Bu zaman xlamidamanadanın yenə də olduğu yerdə qalır, gördüyümüz kimi, yenə qamçılarını itirir. Bu zaman daxili möhtəviyyat bir neçə dəfə bölünərək kiçik sayda qamçılı olan hüceyrələr əmələ gətirir. Cinsiyyət hüceyrələri əmələ gətirilmiş olur. Necə baş verir? Yəni bunlarda 2 qamçılı qametlər əmələ gətirir və həmin bu qametlər, hansı ki bunun xlamidamanadanın xarici qatı dağılır, əriyir, qametlər, 2 qamçılı qametlər düşür suyun içərisinə. Və bu suyun içərisindən düşdü, başqa bir xlamidamanada yenə eyni bir prosesi icra edir. Təkrar deyirəm, bu birinci xlamidamanadamızdır. Burada da fərz edin ki, eynən bu prosesdə ikinci xlamidamanadamız var.
eynən birincinin daxili möhtəviyyatı bölünməsi nəticəsində çoxlu sayda iki qamçılı, qamçılarını görürsünüz burada. İki qamçılı kiçik qametlər, yəni cinsiyyət hüceyrələri əmələ gəlir. Digər vəziyyət qarşı tərəfdəki xlamidamada da baş verir və bunların gördüyünüz kimi birinin iki qamçılı qameti ilə digərinin iki qamçılı qameti birləşib bir ədəd cüt-cüt birləşib, yəni prosesdə suda baş verir. Bir ədəd ziqot əmələ gətirir. Ziqot necə əmələ gəldi deməli? İki xlamidamanadanın iki qamçılı qametlərinin cüt-cüt suda birləşməsi nəticəsində ziqot əmələ gəlir. Deməli, o məsələ şərtində düşsə ki, xlamidamanadanın ziqot əmələ gəlməmişdən öncə neçə qamçılı olur? Deyirik ki, 4 qamçılı olur. Çünki ikisi biri birləşir, ikisi biri əmələ gətirir 4 qamçılı. O da miyoz bölünmə keçirdərək ziqot əmələ gətirir. Ziqot da xaricdən deməli qalın qılafla örtülür ki, qışı keçirsin. Yazda da həmin ziqotun qılafı gördüyümüz kimi əriyir və içərisindən yenidən xlamidamanadanın kiçik formaları, 2 qamçılı və yaxud da bir cüt qamçılı xlamidamanadalar çıxaraq suda yenidən yeni bir zoosporların əmələ gəlməsinə səbəb olmuş olur. Bu oldu onun cinsi çoxalma prosesi. Yenə deyirəm, təkrar bir şeyi anlamaq istəyirsinizsə, videoyu yenidən dönə-dönə baxmağınızı məsləhət görərdim. İndi isə çox hüceyrəli yaşıl yosunlara nəzər yetirək. Bizə misal olaraq biz Ulotrixi misalında göstərmək olar. Ulotrix haqqında qısa məlumat verək ki, Ulotrix xaricdən qılafla örtülmüşdür. Daxili gördüyümüz hissəsi stoplazmadır. Nüvəsi var, bir ədəd yəni nüvəsi var. Xromatoforu isə qapanmayan halqır şəkildədir. İstisna nədir bunlarda? Hansı ki substrata yapışan hissəsində nə xromatoforu var, nə də nüvəsi var. Boş olaraq şəffaf bir hüceyrə kimi deyəcəyik. Tutaq ki, desək ki, 15 hüceyrədən təşkil olunmuş Ulotrixin neçəsi fotosintez prosesini həyata keçirir. O zaman 15-dən çıxırıq. Substrata yapışan yerdə qalır 14. Deməli, 14-də həm xromatofor var, həm nüvə var, həm də fotosintez və həm də bölünmə proseslərini həyata keçirmiş olur. İndi isə Ulotrixin gəlin çoxalması üsuluna baxaq. Ulotrixdə həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalma, yəni burada heç bir ziqotdan bəhs edə bilməz. Elə bir Ulotrixin özündə baş verən proseslər nəticəsində yaranır. Yəni, Ulotrixin istənilən bir hissəsindən gördüyümüz kimi bu da ola bilər, burada ola bilər, burada ola bilər, fərqi yoxdur. İstənilən bir hissəsindən demək 4 qamçılı, hərəkətli zoosporlar əmələ gəlir. Baxın, 4-ü burada, 4-ü burada. Demək, 4 qamçılı, hərəkətli zoosporlar əmələ gəlir və bunların da gəlib düşür suyun dibinə, yəni substrata yapışır. Yenidən həmin substrata yapışmış hissəsi rəngsiz şəffaf olur və başlayır oradan yeni bir Ulotrix inkişaf etməyə. Demək, qeyri-cinsi çoxalmada burada yenə də zoospor adı çəkilir və 4 qamçılı zoosporların istənilən bir hüceyrəsinin bölünməsi nəticəsində əmələ gəlir. Demək ki, burada da hansı bölünmə getdi? Mitoz bölünmə getdi. İndi isə gəlin biz cinsi çoxalmasına nəzər yetirək. Cinsi çoxalması isə yenə də əlverişsiz şəraitdə, yəni suda qidalı maddələrin azalması temperaturun aşağı düşməsi nəticəsində baş verir. Bu zaman iki Ulotrix qarşı-qarşıya dayanmış olur. Necə ki, az öncə söylədiyimiz xlamidamanada kimi. Nə baş verir? Yenə də Ulotrixin istənilən bir hüceyrəsindən çıxdımı? İstənilən bir hüceyrəsindən iki qamçılı, fikir verin, iki qamçılı qametlər çıxır. Yenə də bunlar mitoz bölünmə keçirilir. İki qamçılı qametlər gəlirlər suyun içərisinə, cüt-cüt birləşərək 4 qamçılı bir zoospor əmələ gətirir. Gördüyümüz, çünki qamçısı varsa biz buna zoospor deyirik. Və bu da öz növbəsində miyoz bölünmə keçirdərək bir ziqot əmələ gətirir. Və həmin ziqot düşür substrata. Və bu substrata düşmüş ziqot xlamidamanadanın ziqotundan nə ilə fərqlənir? Xlamidamanadanın ziqotu suyun istiqamətində, suyun orta qatlarında yaşaya bilər, hərəkət edə bilər və o kristal girintili çıxıntılı formadadır. Bir növ kvadrat şəkildə ifadə olunur ədəbiyyatlarda. Amma Ulotrixin isə substrata stabil şəkildə yapışan bir ziqot, dairəvi ziqotdan söhbət gedir. Və bu ziqot yenə də qalın qılafla örtülür, qışı keçirdir və onun daxili möhtəviyyatı bölünərək 4 ədəd qamçısız artıq
hüceyrələr əmələ gətirir? Fikir verin, mən bura zoospor demirəm. Çünki bunun nəyi yoxdur artıq? Qamçısı yoxdur. Bu 4 qamçılı hərəkətli zoospordur. O əmələ gətirdir zigotu. Zigotun qılafı əridikdən sonra onun içərisində hüceyrələr 4 bölünərək 4 dənə qamçısız bir ulotriksin sporu əmələ gəlir və başlayıb burada o da düşür öz növbəsində substrata və həmin substrata düşən hissənin ilk hüceyrəsi istisna olmaqla inkişaf yuxarıya doğru inkişaf etmiş olur. Yəqin ki, bu videoyu yenə də bu hissəsinə 1 dəfə, 2 dəfə, 3 dəfə təkrar baxmaqla dediklərimi çox anlaşılır şəkildə ifadə etmişəm. Mənimsəməyi bacararsınız, ümid edirəm. Deməli, indi isə keçirik nəyə? Konjugasiyanı da qeyd edim ki, konjugasiya spirogerada baş verir. Spirogeranın konjugasiyası isə daxili möhtəviyyatın 2-yə bölünməsi hesabına baş verməsidir. Yəni, iki spirogera qarşı-qarşıya dayanır və onların daxili möhtəviyyatı birləşərək konjugasiya əmələ gətirir. Digər proses bu cinsi çoxalmasıdır, amma qeyri-cinsi çoxalması isə həmçinin yenə də ulotriksdə olduğu kimidir. Ulva yosunda həmçinin qeyri-cinsi və cinsi yolla çoxalır. Əsasən ədəbiyyatlarda istifadə olunaraq bu ədəbiyyatlarda əsasən ulotriksin çoxalmasına aid məsələlərlə ifadə oluna bilər. Misal üçün, məsələ kimi ulotriksdə deyə bilərik ki, necə baş verir? Tutaq ki, bizə verib ki, cinsi çoxalması zamanı 2 qamçılı qamet əmələ gəlmişdir. 4 qamçılı qamet yaranmışdır və bu zaman biz burada qamçılarının sayını müəyyənləşdirdikdən sonra, hansı ki biz artıq bilirik ki, cinsi çoxalmada qamçılarını itirir, düşür substrata, maylanmış zigot yaranır, zigot qışı keçirdir və ondan 4 ədəd, diqqət yetirir ki, 4 ədəd qamçısız demək sporlar əmələ gəlir ki və bundan da yetkin ulotriksin inkişafı üçün şərait yaranmış olur. İndi isə keçirik gəlin biz demək quş mamırının çoxalması, ümumiyyətcə mamırların çoxalmasından danışmaq istəyirəm. Mamırların çoxalmasında isə proses necə gedir? Mamırlarda uşaqlar bir şey var ki, birinci nəsil növbələşməsini diqqət yetirməyə. Çünki testlərdə olur ki, mamırlarda hansında cinsi nəsil qeyri-cinsi nəsil üzərində üstünlük təşkil edir. Cinsi nəsil hansıdır? Cinsi nəsil, yəni o deməkdir ki, burada istifadə olunur, burada proses olaraq mayalanma prosesi gedir və erkək cinsi hüceyrədən və yumurta cinsi hüceyrəsindən istifadə olunur. Deməli, biz bunu bu cür ifadə edirik ki, mamırların çoxalması zamanı cinsi nəsil qeyri-cinsi nəsil üzərində üstünlük təşkil edir və yaxud da gametofit nəsil, sporofit nəsil üzərində üstünlük təşkil edir. Bu cürlə ifadə edə bilərik. Demək, yetkin dişi bitki üzərində əvvəlcə gəlin bir şey ifadə edək ki, bu yetkin hansının ki üzərində qutucuq görürsünüzsə, bilin ki, bu dişidir. Hansında isə qutucuq yox, gövdə üzərində budaqlanan yarpaq görürsə, bu bilirik ki, erkəkdir. Deməli, yetkin dişi bitki üzərində dişi cinsi orqan yarandı. Və yetkin bitki üzərində burada isə erkək cinsi orqan yaranır. Demək, bu iki evlidir. Ayrı-ayrı bitkilər üzərində yerləşir. Və bunlar içərisində spermatozoid əmələ gələn erkək cinsi orqanla sonra yumurta hüceyrəsi əmələ gələn dişi cinsi orqan, baxın bu yumurta hüceyrəmizdir, bu da bizim spermatozoidimizdir. Bunların birgə mayalanması harda baş verdi? Suyun iştirakı ilə suda baş verdi. Demək, artıq bu oldu nə? Bu oldu qeyd olunduğu kimi cinsi nəsil, yəni gametofit nəsil, qametlərin əmələ gəldiyi nəsil. Daha sonra burada əmələ gəlmiş zigot düşür suyun içərisinə və zigotdan ondan qutucuq inkişaf edir. Yəni, üzərində yetişmiş qutucuğu olan uzun ayaqcıq üzərində, uzun gövdəcik üzərində bir qutucuq inkişaf edir. Sonra bu qutucuğun, gördüyümüz kimi bu qutucuğun qapağı açılır. Bunun içərisindən sporlar tökülür çölə. Həmin sporlar artıq suda yetişərək, yəni əlverişli şərait bunlar üçün sudur. Suda yetişərək sporlar cücərir və ilk cücərtisi protonema adlanır. Və həmin bu protonemadan sonra yenidən yeni bir yeni bir quş mamırı inkişaf etməyə başlayır. Sual olaraq deyirik ki, qutucuq özü
Xromosom dəsti 2N-dir. Onun içərisindəki sporlar isə N-dir. Qutucuğun divarı 2N-dir, içərisindəki sporlar N-dir. Ziqotun özü 2N-dir. Təkrar deyək, ziqotun özü 2N-dir. Yumurta hüceyrə, yəni biz bunu belə götürək, anterior arxigondiyerdə yumurta hüceyrə N, erkək hüceyrə N birləşib ziqot əmələ gətirir 2N. Deməli, ziqotumuz 2N-dir. Qutucuğumuz da oldu 2N, çünki ziqotdan yaranır. Qutucuq da 2N-dir və onun içərisindəki sporlar isə N xromosom dəstinə malikdir. Bu belə, bu bizim oldu dişi quş ümumiyyətlə mamırların cinsi və qeyri-cinsi çoxalması. Demək, birinci oldu qeyri-cinsi nəsil, ikinci isə oldu cinsi nəsil çoxalmasını biz burada ifadə etmiş olduq. Çünki bizdə ola bilər ki, testlərin içərisində tumurcuqlanma ilə testlərin içərisində üzr istəyirəm, burada biraz səs gəldi. Tumurcuqlar necə əmələ gəlir? Protonema əmələ gəlir. Hansı ki, bu protonema sporlardan əmələ gəlmiş cücərtidir və həmin bu cücərti tumurcuqlara malikdir. Ola bilər ki, test olaraq bu düşsün sizin testlərdə ki, bəs hansı növ orqanizmin inkişaf sxemində, inkişaf ontogenezində və yaxud da çoxalma siklində tumurcuqlara malik protonema əmələ gəlir. Xatırlayırsınız ki, bu daha doğrusu tumurcuqlara malik cücərti əmələ gəlir deyirsə, o dəqiqə ağlımıza gətirmək ki, bu protonemadır. Hansı ki, bunda maya göbələyində, hidrada olduğu kimi tumurcuqlar yaranır, yumru-yumru. Bu da onlarda, mamırlarda əmələ gəlir. Bəzən uşaqlar qıcılarla mamırların cücərtisini qarışdırırlar. Bu necə yadda saxlayırsınız? Qıcı və mamır. Mamırda fikir versiniz, protonema sözündə M hərfi var cücərtisində. Ona görə bunu yadda saxlayırsınız, protonema. Qıcıda isə protal olacaq. Burada artıq M hərfi yoxdur. Demək, iki cücərtimiz var. Var protal, var protonema. Protonema gördünüzsə, bilin ki, tərkibində M hərfi olduğuna görə biz onu mamırlara aid edirik. Protal isə tərkibində M hərfi yoxdur, qıcılara aid. Yəni bunu bu cür müqayisəli saxlamaq deyə olar düşünürəm. Çünki mən də uşaqlara da, özüm də həmçinin öyrənmə vaxtında, zamanımda, abituriyent vaxtı bu cür alternativ yollardan istifadə edirdim ki, yəni insan beyni robot deyil. Bir yerdə dayana bilər. Necə yadda saxlamaq lazımdır, onu özümdə qeydlər aparırdım. Və uşaqlar, demək, keçirik indi bizim qıcılarımızın çoxalma prosesinə. Bu da, əgər mamırı təyin edə biliriksə, artıq bizim üçün qıcı çox rahat olacaqdır. Fikir verirsinizsə, qıcıda isə üstünlük təşkil edən birinci qeyri-cinsi nəsildir, ikinci isə cinsi nəsildir. Deməli, belə olacaq ki, qeyri-cinsi nəsil oldu nə? Sporofit nəsil. Çünki sporlar var burada. İkinci isə gametofit nəsil, çünki gametlər əmələ gəlir. Və yaxud da deyirik ki, qıcılarda qeyri-cinsi nəsil, cinsi nəslin üzərində üstünlük təşkil edir. Gəlin qıcıların çoxalmasına diqqət yetirək. Qıcıları görmüsünüz necədir? Gül buketlərə bağlayanda onların içərisinə hansı ki, o qırt-qırt yarpaqlar qoyuruq, qıraqlı bu formalı. Bax, onlar qıcılardır. Qıcılarda bu bizim yetkin bitkimizdir. Yetkin bitkinin yarpağının alt hissəsində qonur rəngli sporangilər olur. Həmin sporangilərin içərisində isə sporlar əmələ gəlir. Deməli, qeyri-cinsi nəsil başlanğıcı necə yarandı? Həmin bu sporangilərdən başlanğıc götürdü. Sporangi olacaq 2N, içərisindəki sporlar isə olacaq N xromosom dəsti. Çünki bu testlərdə belə bir suallar var. Sporangi harda əmələ gəldi? Yetkin qıcının yarpağının alt hissəsində. Və qeyd edək ki, yetkin qıcıların yarpaqları 2 qat lələkvarıdır. Niyə? Çünki həm yarpaqlar özləri düzülüşünə görə 2 qat lələkvarı quruluşdadır. Həmçinin yarpaqların özləri də öz növbəsində lələkvari formada olduğuna görə bunlar 2 qat lələkvari deyilir. Gördüyünüz kimi həmin bu sporangilərdən artıq sporlar düşür suyun içərisinə, yetişmiş sporlar və buradan başlayır cinsi nəsil. Cinsi nəsil başlamamışdan öncə birinci protal, bu birinci protaldır, bu isə ikinci protaldır.
Bəli, qıclarda iki növ protalı biz müşahidə etmiş oluruq. Birinci protal spordan əmələ gəlir. Hansı ki, sual düşsə ki, qıcının ilkin cücərtisində nə var? Deyirsiniz ki, qıcının ilkin cücərtisi sporangilərdən çıxmış sporlardan əmələ gələn ilkin cücərtidən yaranır və o ürək formasındadır. Rizoidlər vasitəsilə suya yapışır və onun alt tərəfində isə, aşağı tərəfində isə artıq anteridi, arxegoni və anteridi var. Və bunlar cinsiyyət hüceyrələridir. Yəni dişi cinsi orqanımız arxegonidir, erkək cinsi isə anterididir. Yəni bunlarda spermatozoid anteridədir, yumurta hücrələri arxegonidədir. Və bunların meyoz prosesi nəticəsində bölünməsinə, maylanması nəticəsində zigot əmələ gəlir. Zigotdan isə artıq ikinci cücərti Ruşemli protal formalaşır. Bu protalla, yəni ikinci Ruşemli protalla birinci əmələ gəlmiş ilkin cücərtli protaldakı fərqimiz nədir? Birinci cücərtimiz olan protalda rizoidlər var. İkincidə də rizoid var. Bu oxşar cəhətdir. Fərqli cəhəti odur. Birinci protalımızda, protalın alt hissəsində cinsiyyət orqanları və cinsiyyət hüceyrələri formalaşır. Amma ikinci protalımızda isə artıq zigotdan əmələ gəlmiş Ruşemli protal olur ki, uzun ayaqcıq üzərində, uzun gövdəcik üzərində artıq yetkin biz qıcının inkişaf prosesini görə bilərik. Deməli, sporlardan əmələ gəlmiş protal N xromosom dəstinə malikdir. Zigotdan əmələ gəlmiş protal isə 2N xromosom dəstinə malikdir. Birbaşa olaraq da, zəncirvari olaraq da yetkin bitki əgər qıcdan yetkin bitki qıcısı əgər bu Ruşemli protaldan əmələ gəlirsə, deməli, yetkin bitkidə 2N xromosom dəstinə malikdir. Ona görə də sporangidə 2N-dir, sporangidən çıxmışlar isə N xromosom dəstidir. Aydın oldu mu uşaqlar? Təkrar deyirəm, mən bu hissəni sizə dönə-dönə desəm də, onsuz da bu yaddaşa qalacaq bir videodur. Siz bu videonu saxla, izlə, arxaya, önə və bu şəkildə çox rahat bir izahla izah etmişəm, bacardığım qədər. Bunu daha rahatlıqla öyrənə bilərsiniz. Məsləhət görərəm ki, dəftərinizdə qeydlər aparın ki, birinci hansı nəsildir, ikinci hansı nəsildir, sporlar necə yarandı və hansı nəsil üstünü təşkil edir və bunların xromosomlara mütləq diqqət edin. Çünki testlərdə ən çox düşən, belə deyək də, bumeranq olaraq fırlanan suallar ən çox bu suallardır. Belə uşaqlar, mamırların da çoxalmasını danışdıq, qıcın da çoxalmasını danışdıq. Qatır qurğular da planlarda eynən qıclarda olduğu kimi çoxalır. O əsasən testlərə düşən suallar qıcı və mamırların yosunlardan isə xlamidamada, ulotriksin çoxalması misalında düşür. Əgər nə isə aydın deyilsə, şərh bölməsində qeyd edin. Səhvim də varsa tənqidlərə açığam, çərçivə daxilində səhvlərimi də deyə bilərsiniz. Biz burada öyrənmək üçün varıq, öyrətmək üçün varıq. Sizlərə uğurlar arzu edirəm. Növbəti dərslərimizdə görüşərik.